Arzu. Ha, Bakıdan 3 saatdir düşmüşəm dalınca. Nə gəzirsən burada? Ayda Rəsul səni sürpriz eləyəcəyini. Nə sürpriz? Yadındadır keçən dəfə mamamgilə getdik, mən qırağı çəkdim, dedim mamangilin divan kreslosu köhnəlib. Mən onda hiss elədim ki, sənin ürəyin ağrıyıb. Mən də sənin evdəki pulundan 3-4 min götürdüm. Gəldim mamamgilə divan kreslo alım. Ha, birincisi mənim sizin nəslə görə ürəyim yox, ancaq başım ağrıya bilər. İkincisi də ki, mənim pulum sizdən ötürü xeyriyyə fondudur ha. Ay Rəsul, sən axı mərhəmətli insansan, həm də ki, sən Bakıda gördüyün 10-15 minlik mebellər Goranboyda prestijli yarı qiymətinədir. Ona görə gəlmişəm də bura. Sən axı mərd kişisən. Bax, belə sözlər deyirsən, mən istər-istəməz səni bağışlamaq istəyirəm. Yaxşı, heç olmasa de görüm o götürdüyün puldan mənim mamama da nəsə alıbsan da bu boyda yol gəlib sənə. Almışam da mən sənin mamovu yaddan çıxardaram. Sən artıq vadar edirsən ki, mən səni ikinci dəfə sevim. Nə aldın? Qəşəng güllü xalat almışam. Burada? Burada xalat satılır, gələndə yol üstü aldım, ucuz idi. Yol üstü. Gedə indi mən səni yol üstü asan xidmətdə boşayacağam. Gözlə.